Salam hörmətli izləyicilər, axşamınız xeyirli olsun. İyun ayının 21-də yazın son günündə növbəti videoyla sizlərlə birlikdəyik. Bu videodan əvvəl çəkdiyim video hələ yüklənməyib. İnternet o qədər zəifdir ki, mən işləri gördüm, qutardım, hələ video yoldadır. Təkcə ot bişməklə kifayətlənmədim. Suyu açmışam, biçib dırmıqladığım yeri sulayıram. Tutların son suyu olar. Səhər-səhər biçdiyim ərazini dırmıqladım. 1 tom, 2 tom, 3 tom, 5 tom. Dırmıqlamalı biraz da ərazi qaldı, buna da dırmıqlayacağım. Mən ha gözlədim ki, Ayhan gələr. Zək getmir ona, şəbəkə nəsə çox qeyri-sabitdir. Qaranlıq düşür artıq. Mən də bir dənə də video çəkim, həm yorğunluğum çıxsın, həm də söhbət eləyək. Düzdür, söhbət bir tərəflidir. Mən deyim, siz eşidin. Tezdən istədim tutların dibini təmiz biçim. Mişarın 2 dişində vırıb daşa salmışam. Biri də indi düşdü. Yan-yana dişlərdir. Diş həkiminə göstərib onları blontlatmalıyım. Mişarın almaz dişləri yerində olanda yaxşı biçir, adamın da həvəsi gəlir. İndi də pis pişmir, ancaq mişarı gözümdən çıxartdım. 20 dərz ot pişməyə bir mişar. Dəryazdan ot biçəndə bir dəryaz alardıq, 5-6 il işləyərdi. İldə bir dənə itildən daş alardıq, 2-3 manata oydu. Ancaq indi ildə 5-6 dənə disk işlədirik. Odun kəsmədə mişarla kəsirdi, indi motopillada ildə 5-6 sep işlədir. Bir tərəfdən işlərimiz yüngülləşib, texnika görür, bir tərəfdən xəşlərimiz də çıxır. Tezimi tut çıxmaq üçün gətirməmişik. Gəbələrin altına açmışdıq ki, yuyanda gəbələr torpaq ot götürməsin. Özündə yuyub atmışıq, küləkdə toplayıb bir tərəfə. Su gəlib altına keçməmiş, mən də onu çəkərəm o biri tərəfə. Dörd dənə bu cezimdən varımız, 2 dənəsi də lazımdır. Arada münasib qiymətə var. Ölçüsü də 10-un 10-aya, 12-nin 12-yə işimizə yarayar. Bir dəfə Naxçıvandan aldım, uzun idi cezim. Ölçdü, kəsdi, dədəsinin də qiymətini qoydu üstünə. Cezim də bir işə yaramır, yaxşı cezim deyil. Heç yerə çıxışımız yoxdur, görə nə havanı çalırlar, biz də o havaya oynayırıq. Desələr ki, cezimin 1 metri 15 manatdır, məcbur qalıb alacaq, ya da ki, tutu yerə sırpıb yerdən yığacaq. Burada son zamanlar oxuduğum mənəvi inkişaf nəzəriyyəsi yadıma düşür. Mənəvi inkişaf nəzəriyyəsinin 3 mərhələsi var. Hər mərhələdə 2 yerə bölünür. Birinci mərhələdə itaat və cəzadır, individualizmdir. İkincidə qəbul etmədir. Digəri də var, indi xatırlamıram. Üçüncüdə etik, mənəvi inkişafın ən yüksək zirvələrindən bəhs olunur. Həm səlahiyyətlilik var, həm də bu mərhələyə çatan insanın daha çox şeylər bilməsi. Müəyyən situasiyalarda doğru qərar verməsi. Onu yaxşı yadda saxlamaq üçün həmin adam belə
Kolberg'dir adı. Adı da məşhur bir fizik var. Onun adı ilə eynidir. Lorentz deyil, nədir? Lorentz Kolberg. O belə bir hekayə atıb ortaya ki, bir kişinin yoldaşı xəstə imiş. Gedir apteka. Aptekdə 1 manatlıq dərmanı 10 qat bahasına satmağa çalışır buna. Onda bu dərmanı almağa pulu yoxdur. O mənəvi inkişaf nəzəriyyəsinə görə birinci mərhələdə itaət və cəza, ya dərman almayasan, ya hər şey razı olasan ki, kef onun bu qiymətə satır, qadın öləcək xəstəlikdən. İkincidə individualizm düşür. Aptekdən oğurluq eləyib, dərman aparacaq, qadın sağalacaq. Digər mərhələdə qəbul olunma mərhələsindəki, yeni dərman oğurluyur, qəbul olunma mərhələsindəki olan insan ona yeni haqq qazandırır ki, insan həyatı hər şeydən qiymətlidir. Əgər oğurluyubsa da ona cəza verilməməlidir. Belə bu mərhələlərin hamısında aptekdən dərman oğurlayan hansısa bəraət verirlər. İndi o vəziyyətdəyik ki, hər tərəfdən ümidlərimiz kəsilib, əlimiz yanır, ağzımıza təpirik. Neynəsək belə günahkar sayılmazıq. Ancaq tülkülüyün sübut edincə dartıb dərisinin boğazından çıxadarlar. Demirlər ki, qanunsuzluq eləmək deyirlər. Elə bizim də işimiz açsın, bizim də qazancımız olsun, biz də uşaqlarımızı saxlamayaq, zıqqımlandıraq, zoqqumlandıraq. Bu qədər ot biçdim. Ot biçməklə də çətindir. Bir tərəfdən pöhrələr imkan vermir, iki tərəfdən çəpərdir. Alçalın, gironların pöhrələrini də kəsmək istəmirəm. Artsınlar, hansı ki yaxşıdır onu saxlayıb, digərini arıtlayarıq. İzləyicilərdən xatırlayanlar olar ki, burada böyük bir itburnu var idi. Yazda onu köklədim. Deməli, yaxşı kökləməmişəm. O qədər sırtıqdır ki, indi digər pöhrələr qədər boyatıb. Yanarları çəpərə tərəf sıxışdırıram. Pöhrələri geçsin çəpərin o üzünə. Həyət pöhrələri basıb. Bu pöhrədə keçən 1 metr boyundaydı, indi 3 metrdən artıq boyu var. Bu aralıqda çoxlu tinklər var, ot da çoxdur, onu gərək oraqla biçəm. 2 dənə cəviz əymişdim bura, hibrid Amerikan sortu idi. Nə idisə, biçdim ya biçmədim, ancaq tapa bilmirəm hardadır. Yəqin onun əcəli burada çatıb. Aradan su ötürmüşəm, torpaq qaralıb, bəzi yerlər bozdu, bilinir ki, orada su içməyib. İstilər düşdü, səhər-səhər işləmək, bir də axşam tərəfi işləmək adamı çox yormuş. Sağlığından sonra çölə çıxmaq mümkün deyil. Dağ kəndində nəfəsimiz kəsilir. 30 dərəcəyə biz isti deyiriksə, 40-45 dərəcədəki insanlar neynəsin? Bundan əvvəlki videoda gəbələr haqqında dedim, o Cəbrayildən gələn kişinin qohum əqrəbasını tanıyan varsa,
bizə müraciət eləsin. O vaxtın pulu ilə bir dənə cəbə. O pul da az pul değildi. Təqaüd olan 40 rubl alırdı. Lap 280 olsun. 7 aylıq təqaüd idi. 7 aylıq bir evin rozisi idi. İndi 7 ay bizi dolandıran bir adam varsa gəlsin o cəbənin pulunu ödəsin ya da ki cəbəmizi gəlsin. Ən uzun gecə olacaq. Yox, ən uzun gün olacaq. Ən qısa gecə. Dünən ev biraz isti olub. Bugün Ayxana sərin otaqda bir çarpaya quraşdırmışıq. Əgər rahat yatsa, səhərsi bir çarpayı da mən qoyacam onun yanına. İstidən girəyimiz yoxdur. Gecə hələ hər yerimdə paltar yatıram. Heç istini də hiss eləmirəm. Bir həftə bundan əvvələ qədər bir yorğanın üstündən adiyal idi. Adiyalı azaltmışıq yayın xətrinə. Çox biabır olmaz. Birdən istidən imtina eləyər. Bizim bitkilərin də istiyə ehtiyacı var. 3-4 günün istisi pomidor ştillərin elə həddə gətirdi ki, az qalırlar çiçəkləsinlər. Xiyar tağları da eyni ilə. Az qalırdıq deyək ki, bu xiyarlardan bizə xiyar tağı çıxmaz. Düzdür, yarpaqların bəziləri bu tərəfdən xallanıb. Ancaq qüvvətli radiasiya olmasa bir şey olmaz. Baş qanatları yaşıllaşacaq, getdikcə uzanacaq. Biz də yuxarı qanatların gətirdiyi xiyarlardan bəhrələnərik. 1986-cı il idi, səhv eləmirəmsə, Çernobıldakı hadisədə. Həmin ili nə əkdiksə, hamısı yandı, yaxıldı. Məsafə uzaq olsa da, hava cəryanları ilə bizə də gəldi. Yağış bulutları ilə bütün dünyanı dolandı radiasiya. Hələ 100 il, 200 il vaxt lazımdır ki, həmin ərazidəki radiasiya təsirini azaltsın. Tam getməyi mümkün deyil. İnsan olaraq bəzi şeyləri icad edəndə insanlığın taleyi təhlükə altında qalır. Bir işi görəndə 100 fikirləş, 100 öt, bir bis deyiblər. Bir də deyir, ağıllı fikirləşincə dəlğır çayı geçir. Hər şey, hər kəsin əlində deyir ki, səlahiyyətdə bəzən elə insanlar olur ki, dünyanı 100 il geri salırlar, bəziləri 100 il irəli aparırlar. Yaxınlarda bir video izləyirdim ki, eyni adamdır. Dünya üçün 2 fəlakətli iş görüb. Birinci, soyudularda işlədən freon qazı idi, nə idi? Onu icad edib uzun müddət, ozon təbəqəsini onlar deşib. Bir də deyəsən, qurğuşunun boyaq maddəsi kimi istifadə olunması idi ki, milyonlarla insan həyatını itirib, fəlakətlərə məruz qalıb insanlıq. Biz balaca adamlarıq. Yəqin ki, yer kürəsinin taleyində elə bir mənfi iş görə bilmərik. İstəsək belə milyardlarla sadəsiz insan yığırsa da bir iş görə bilməz. Biz ancaq planetimizin xeyrinə işləyə bilərik. Heç olmasa sonunda planetin, vətənimizin torpağının artmasında bir ovuc qatqı saxlayarıq.
Şairin sözlərini tam xatırlamıram. Mətni belə idi ki, vətənin öləndə də sənin qoynunda ölüm ki, heç olmasa bir ovuç torpağını artsın. Bir videonun da sonuna çatdıq. Sağ olun hörmətli izləyicilər. Növbəti videolarda görüşərik. Videomuza yorum yazmağı unutmayın. Daimi izləyicilərimiz var. Yorum yazanlar da var mütəmadi. Xəlvəti izləyib bizə ağız borcudanlar da bir yorum yazsın. Fikirlərimizlə razılaşırlar, yoxsa yox. Ola bilər fikirlərimizin çoxunun məntiq əsası da olmaya bilər. Kim o fikirdədirsə yazsın. Bir dənə, iki dənə də bədahətdən video çəksin, paylaşsın. Biz də onu izləyək, nitqimiz ona görə düzəldək. Görüntülərdə fərq olmayacaq çünki telefon çəkir onu. Sağ olun. Növbəti videolarda görüşərik. Salamat qalın.